Hər vaxtınız xeyir olsun. Bu günlər ayın 9 aprel 2026-cı il. Yanacaqlarımızı yenə də nümunələr YDM-lərdən götürdük. Dedik görək nə kimi bir-birlərindən fərqlənirlər. Aktan fərqləri, dizellərimizdə götürdük, dizelimizin sıxlığı. Yəni bunların hamısına dedik birlikdə baxaq görək. Bu çoxdan da yoxlamırdı bu fərqləri, görək necədir. Amma dünəndən bunları götürmüşük yanacaqları. Səbəbi də nə idi? Sadəcə Sokar yanacaq doldurma məntəqəsi bu çəllək olmasa heç kimə yanacaq vermir. Yəni bu orada müsəlmançılıq işə keçmir, yəni işə yaramır. Bax onu deyim. Hə, belə. İndi zorla da olsa götürüb gəlmişik bunların hamısından nümunələr. Başlayaq çəkək görək hansılarında nə aktanlar var. Detektorumuzu sıfırlayaq. Baxın. Detektorumuzu sıfırlayırıq. Bax birinci nədir? Bax birinci nədir? Sizə göstərim burada. Ən birinci Sokar. Sokarın 98 idi. Bax bunu götürmüşəm. Lukoil, o Nevroxirurgiyanın yanında olan 95. Lukoil, yeni Günəşlidə olan 95. Bu Aspetrol, yeni Günəşlidə olan Aspetrolun 95-idir. Bu Aspetrol Günəşlidə olan YDM-nin 92-sidir. Lukoil Günəşlidə olan YDM-nin 92-sidir. Bu Impetroldur. Yeni Günəşliyə girişdə sağda olan Impetroldur. Bu da Lukoildir. Bu da Nevroxirurgiyanın yanında olan yanacaq doldurma məntəqəsinin 92-sidir. Bu da dizelimizdir. Bugünkü günün vəziyyəti də budur. Bunları da temperaturunu da sizə deyim. Hal-hazırda neçə temperaturdadır? Onu da deyim ki, temperaturumuz da burada əsasdır. Temperaturumuz da burada. Bax, sizə göstərim. Hardasa 10 dərəcə. Mən sizə burada bax, dəqiqləşdirim. Burada sizə göstərim. Ondan da bir balacan artıqdır. Ondan da bir balacan artıqdır. Neçədir? 10, 11. 11 dərəcə hal-hazırda havanın hərarəti müsbətə doğrudur. Və elə birinci gedək Salerkaya baxaq, dizelimizə baxaq. Dizelimizin kəsəvəti, yəni sıxlığı 840-850 sıxlığı var. Baba, görürsünüz, bir balacana qaldıracam, özü də baxın, 850 sıxlığı var. Baba, aha, gördün. 850 də deyil, 847 zat da, baba, düz buradadır. 847 sıxlığı var hardasa, 850-yə çatmır. Dizelimiz budur, rəngi rufu. Özdə baxıram ki, hər şeydə qaydasındadır. Amma dizelləri, benzinlərdə gəlin bir yerdə yoxlayaq. Bunların da qalpaqlarını bir-bir açaq. Bunları da açaq. Gedək, başlayaq bu. Yavaş yoxlayaq. Elə birinci başlayaq, detektorımızda yandıraq. Birinci başlayaq elə Sokarın 98-dir, super yanacağına. Görək onun bugünkü günə aşağı yuxarıda, yəni ortalama biri-birindən necə fərqlənirlər? Biz sizə onu göstərəcəyik. 105, 98-dir ha bu. Super benzinimizdir. Bu Lukoil'un 95-idir. %103. Qoy bir də yoxlasın. 103. Keçdi Lukoil Günəşli. 95. 102. 102. Detektorumuzu söndürürük. Bir də yandırırıq. Keçirik Aspetrola. Aspetrol yeni Günəşlidə olan Aspetrol. Bunun 95-inə baxaq, premiumuna. 102. 102. Aspetrol yeni Günəşli. 92. 95. 95. Keçdik yeni Günəşli Lukoil yanacaq doldurma məntəqəsi 92. 94. 94. Detektorumuzu bir də söndürürük. Bir də yandırırıq. Bu da yeni Günəşliyin girişində olan yaşıl YDM var, Impetrol. Bu da oranın 92-sidir, buna da baxaq. 94. 94. Belə. Bu da Lukoil, Nevroxirurgiyanın yanında olan, Əhmədlidə olan Lukoil'un 92-sidir. Buna da baxaq. 94. Elə bir dənə fərqli burada, bir dənə qoy Aspetrola, bir dənə baxaq. 92-lərə baxaq. Bu 95 vermişdi. Bu burslar 94 verdi. Görək bu neçə verir? 95. Hə. 92-lərin içərisində Aspetrolun 92-si bir aktan fərqlidir. Belə.
Yaxşı. Ondan sonra da qaldı. Bunlardakı dizellərində sizə sıxlığını da göstərdim. 840 neçə sıxlığı var. Bugünkü günə yəni yağlı yanacaq sayılır. Çox dizelə yaxşı demək olar. İndi qalanına da qaldı. Bütün yedəmələrin də hamısını götürəsi deyil ki, ən azından götürdüklərimizin içərisində nümunələr bugünkü günə bu idi. Diqqətinizə görə çox sağ olun. Ara sıra belə video çəkilişlərimiz olacaq. Şu.